Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Xırdalan şəhər 2 saylı uşaq bağçasında az yaşlılarla davranış qaydalarını lentə aldıq. Tərbiyəçi Yeganə xanımın onlarla necə sevgi dolu davranmasının şahidi olduq. Bağçanın direktoru Fidan Tağızadə qeyd etdi ki, onları sevmək, qayğı göstərmək ən başlıca amilimizdir. 2 saylı uşaq bağçası 120 yerlikdir, 120 körpə burada yetişir. Biz düşünürük ki, körpələrlə davranış qaydasını tənzimləmək üçün onlara öz hörmətimizi, öz sevgimizi, öz məhəbbətimizi verməliyik ki, biz gələcəkdə onlardan istədiyimizi ala bilək. Əgər biz bu günləri uşaqlarla hər hansı bir səhvə yol verəriksə, deməli biz istədiyimiz kimi həmin uşaqları gələcəkdə görə bilməyəcəyik. Vətənpərvər olmaqları üçün biz onlarla məşğələlər keçiririk. Lazım olan tədbirləri keçirdirik. Uşaqlar da hörmətlə, sevgi ilə o tədbirlərdə iştirak edirlər. 120 yerlik 6 qrupla fəaliyyət göstərən uşaq bağçasında körpələrin təlim-tərbiyəsi ilə çox peşəkar tərbiyəçilər məşğul olur. Uşaq bağçasında davranış qaydaları uşaqların təhlükəsizliyini təmin etmək, nizam-intizam yaratmaq və sosial bacarıqlarını inkişaf etdirmək üçün vacibdir. Uşaqlarda vətənpərvərlik hissini formalaşdırmaq üçün ailənin və tərbiyəçilərin rolu çox böyükdür. Bu isə uşaqlara zorla aşılanmamalı, sevgi ilə nümunə göstərərək və dəyərləri yaşadaraq verilməlidir. Bu bağçada da bu yönümlü işlər məharətlə görülür. Məhz ona görə də həmişə birincilər sırasında olurlar. Cəmilə Nəsir qızı Kamil Quliyev bugün informasiya proqramı üçün.